Obsessiv kompulsiv pozuntu haqqında danışmaq istəyirdim. İnsanların beyinlərində siz yaranan düşüncələr olur, fikirlər olur. Bu çox fikirləri çözələməyə başlayırlar. Bir fikri bitirmədən o birisinə keçirlər, o birisinə keçirlər və bu insanın gün ərzində müəyyən fəaliyyətindən məşğul olmasına maneçilik törədir, gündəlik fəaliyyətinin pozulmasına səbəb olur. Bəzi hallarda isə bu fikirlərin təsiratında müəyyən bir hərəkətlər edirlər, davranışlar sərgilənir. Bu davranışlardan ən çox rast gəlinən təmizlik yaxud da ki, əl yumadır. Bir insanı təkrar dəfələrlə əllərini yuyurlar. Yəni bir neçə dəfə bunu təkrarlayır, yaxud da ki, rituallar olur. Nəyisə bir neçə dəfə saymalıdırlar. Kontrol etmə davranışları deyirlər buna. Qaz açıq qaldı, su açıq qaldı, dəfələrlə təkrar bunu kontrol edirlər. Bəzi hallarda isə hansı bir fikri düşünürlər o qədər çox, bunlar fikirlərdən qurtulmaq üçün müəyyən bir işarələr də qoyurlar. Dəftərə, kitaba, yaxud da harasa bir yazaraq işarələr bildirirlər. Bəzən hallarda öz yaxınlarına, doğmalarına nəsə pis şey ola biləcək deyə düşünürlər və buna görə də müəyyən bir işarələrlə dodaq dişləmə, dırnaq dişləmə, yaxud da ki, əlini 3 dəfə nəyəsə vurma, qapının dəstəyini 3 dəfə vurma, belə bir davranışlar sərgiləyirlər. Bunlar obsessiv kompulsiv pozuntuları haqqında düşünmək olar. Və belə olan hallarda həkim psixiatra mütləq qaydada müraciət etməyimiz vacibdir.